Salam dostlar, mən Məhəmməd. Bu gün sizlərə coğrafiya 8-ci sinifin ümumiləşdirici tapşırıqlarını izah edəcəm. Səhifə 113-də getdik. Deyir ki, donan dənizlərin adlarını yazın. Aralıq Şimal Skot. Bu deyil. Bering, Karib, Filippin. Bu da deyil. Oxot, Baffinus. Cavab C variantıdır burada. Digər variantlar uyğun gəlmir. Onlar donmur. Amma burada üçü də donur. İsti cəryanların adlarını seçin. Deməli, Braziliya cəryanı istidir. Krusya cəryanı da istidir. Qofstrim cəryanı da istidir. Cavab 2, 5, 6. Soyuq cəryanları müəyyən edin. Deməli, hansıları soyuq cəryandır? Bir dəqiqə düşün. Somali soyuq cəryanıdır. Bengel soyuq cəryanıdır. Bir də Kaliforniya soyuq cəryanıdır. Sakit Okeanda yerləşənləri seçin. Cəryanları seçin. Cavab burada B variantı olacaq. Peru, Kaliforniya, Krosya. Digərlərinə baxırsınız və görürsünüz ki, həqiqətən də Sakit Okeanda hamısı Sakit Okeanda yerləşmir. Burada isə cavab C variantı olacaq. Braziliya, Peru, Guyana. Yəni 5-də Cənubi Amerika sahillərində yerləşən cəryanların adı. Yəni Braziliya o tərəfdə, Peru dənizinin o tərəfdə, Guyana da o tərəfdə yerləşir. Cavab C variantı. İndi gəlirik məsələ mövzusuna. Qırmızı dənizdən 210 qram duz almaq üçün nə qədər su tələb olunur? Deməli, qırmızı dənizin duzluğu 42 promillədir. 42 promillə. Yəni ki, 1 tonda 42 kiloqram duz çıxır. Bu da nə deməkdir? Yəni ki, bunun 1 litrindən 42 qram su çıxır. Burada isə biz 42-ni 5-ə vurub 210 alırıq. Yəni 1 litrdə 5-ə vurduqda alaq 5 litr. Cavab D variantı. Dərliyi 9000 metr olan okean çəkirliyinə göndərilən səs dalğası nə qədər vaxtdan sonra qəbul oluna bilər? Deməli, 9000-i bölünüb 1500-ə. Niyə? Çünki sudakı səsin sürəti 1500 metr saniyədir. Böldük, cavab 6 alındı. Ancaq səs gedib qayıtdığı üçün 6-nı 2-yə vuracaq. Cavab alınacaq 12. Burada cavab C variantıdır. Xəzər dənizinin 30 ton suyuna nə qədər əldə etmək olar? Xəzər dənizi ortalama olaraq 12 promillə götürülür. Onun duzluq faizi 12 promillə götürülür. Buradan nə qaracağıq? Deməli, 1 tondan 12 kiloqram duz çıxacaq. 12 də vurub 30-a cavab alacağıq 360 kiloqram. Burada da cavab B variantıdır. İzahımız bu qədər. Sağ olun, hələlik.